ləkəsən. Sən Azərbaycan kişisi adlı ləkəsən. Mənim əlinin yanında olan çıxışım bundan ibarət idi ki, sənin kimi dırnaq arası kişiciklərlə eyni havanı sovururam. Başa düşdün? Məndən dəfələrlə səhifələrimi vurmusan. Şəxsən sən vurmusan mənim səhifələrimi. 2 dəfə məni ajansa qoşdun ki, mənim səhifələrimi qoruma altına alacaqsan. Qoruma altına alacağım bahanəsi ilə mənim TikTok səhifəmin kodlarını ələ keçirdin. 2 dəfə mənim səhifəmi vurdun. Və 2 dəfə də mənim pulumu mənimsədin. 1000 manat 1, 1000 manat da 1. 2000 manat üstü. Mən gedərəm bankdan, problem yoxdur. Əziyyət çəkərəm, gözləyərəm sırada növbədə. Bank rekvizitini çıxardaram. Ki, iminli Sadiq İsmailovun bank hesabatına mənim nə qədər vəsaitim ödənilib. Niyə ödənilib sənə mənim kart vəsaitimə, sənin kart vəsaitimə 2000 manat? Niyə? 1000 manat, 1500 manatdan çox pul ödənilib. 1000 manat bir almışsam, 1000 manat bir almışsam. Nəyə görə ay qardaş? Mənim sən dədəvə borcum var. Məndən o məbləği aldın ki, mənim səhifələrimi açacaqsan, açmadın. Dedim ki, pulumu ictimai içində tələb eləyəcəm, məni şantaj eləməyə başladın. Bəli, sən məni şantaj elədin. Çıx indi o yayında o şantaj elədiyin söhbətləri aç qoy görək. Sən o kiraya tutun evləri nə qismində istifadə edirsən? Bir dənə aç danışla, görüb duxun çatacaq. Bir dənə aç o kameravı, mənim ağzımı nə ilə sustursun, o barədə danış. Mən danışmayacağım. Öz zibilərimi, özünü bir ayağa. Sako, yum ağzını, mənim sənin səhifəvə, mənim sənin kartıva atdığın məbləğimi geri qaytar. Mənim sənin atava borcum yoxdur. Başa düşdün? Proqramistsən, TikTokdan başın çıxır. Bu o demək deyil ki, sən TikTok sosial şəbəkə platformasında at oynada bilərsən. Mən sənin üçün nə Zeynoyam, nə Meynoyam, nə də gözün altını vurub göyərtdin qız döyürəm. Hansı ki qızın vurub gözünün altını göyərtmişdin, quyruğun qapı arasındaydı, mənim qapıma gəldin ki, filan kəsin vurub gözünü göyərtmişəm, 10.000 ziyana düşüb. Hansı ki o qızın sənin əlində kayıtları var deyə onu şantaj edirsən. O qız çıxıb canlı yayında duxu çatmır danışmağa ki, mənim gözümü filan kəs vurub göyərdib. Yıxılmışam gözüm dəyib yerə. Sako, özünü yığışdır, ayağı denk al. Başa düşdün? Mən sənin için nə oyam, nə Yupiterəm, nə Marsam, nə də Neptunam. Başa düşdün? Ayımına qoşulmaqda da məqsədim o idi ki, sənin kimi dırnaq arası insanlarla eyni havanı sovururam. Lazım gələr, gedərəm sənlə qanunu müstafidə şikayətimi eləyərəm sənin kartıva. Borc olaraq səhifəmi açmaq adı ilə və 1000 bir bahanə ilə arttırmış olduğun şantaj dolu bahanələrlə arttırdığı məbləği sənin tələb eləyərəm. Alfonsun bir Alfons. Sən və sənin kimilər Azərbaycan kişisi adını ləkəsiz. Get o statusuna paylaşdığın videomu zəhmət çək sil. Danışdırtdırma məni. Mən sənin üçün gözünü vurub sındırdığın 10.000-15.000 ziyana salın qız döyürəm. Nə də tutub o yolduğun Zeyno döyürəm. Sən öz sənə sözümü deyərəm, hiss eləyərsən belə maddi sübutları ilə ya. Mənim evimdə kameram var. Sənin gəlib mənim evimdə danışın hər bir kəlmənin canlı kaydı var. Mən o kayıtları qoyaram qanun qarşısına. Səni at kimi çaparam, bu ilə at ilidir. Get indi o statusuna paylaşdığın videonu zəhmət çək sil. Yoxsa sabahları biz səninlə məhkəmədə görüşəcəyik. Əmin ol. Məni oyuna buyuna səhv salma ya. Nə o gözünü vurub göyərtdin qızdan məni səhv salma. Mənim sənin yanında o gözlü göyərtdin qız kimi gizlin parç işlərim yoxdur məni şantaj eləyəsən. Nə də o döyürəm ha mən sənin üçün. Başa düşdün? İndi gedərəm Leo Bankdan sənin kartıva atdığın məbləğlərin rekvizitini çıxardaram. Gedərəm qanunla da şikayətimi eləyərəm. Lazım gələr səni məhkəməyə verərəm. Ki məndən səhifəmi açmaq adı ilə pul tələb eləmişsən. Vermişəm, açmamısan. Sonra da məni şantaj elədin ki, vermirəm sənin pulumu. Vəbşə çox irəli geri gedəcəksən, işlətin səhifələrdə vuracam. Sən öz başınasan, sən kimsən? Sən rekersən, sosial şəbəkədə reker deyilirsən. Duxun var, mənim bu səhifələrim geçsin. 100 dənə mənim səhifəm var, qoşulacaq, takip yığacam. Sən çox axmaq adamsan və çox yanlış insana ilişmişsən, Sako. Get,
həyatını yaşa. Get o hicablı səninlə əlbir olan ananla. Mənə çatmır, sənin o hicablı anana Allah uzun ömür versin. 100 hoqqadan çıxdın evə öz hicablı anavı gətirirsən. Hicablı anavın canına and içmişdin mənə ki, anamın canına and olsun. Səhifəvi açacağım. Açmasam sənin pulunu qaytaracağım. Sən necə oğulsan? Kül qoyum sənin başına. Sən anavın canına and içən adamsan. Budur sənin anava olan hörmətin. And ola Qurana. Sənin anavın canına and içməyivə görə mən sənə etibar elədim. Gerçi bu insan anasının canına and içib aldatmaz məni. Sənin üçün bu həyatda ana, bacı, qardaş, uşaq boş şeydir. Sənin üçün bax, budur. Bax, bu. Sən çox axmaq insansan və çox yanlış insana ilişmişsən, Sako. Get işinlə məşğul ol. Sən çox axmaq insansan və çox yanlış insandan kəllə-kəllə gəlmirsən, mənim belimi çöndürmə. Allaha mən burada yox. Mən qanuni müstavidə səni şikayət eləyərəm. Sən özün də çox gözəl bilirsən ki, mənim şəxsən kartımdan sənin kartı var. Sənin ad və soyadı olan kartı var. Nə qədər vəsait oturub. Bir dəfə borc adıyla almışsan ki, qaytaracam, yazışmaların durur. Bir dəfə səhifəvi açacağım adıyla pul almışsan, durur. 2000 manata yaxın sənin mənə borcun var. Elə bir zamanda yaşayırıq ki, qardaşın qardaşla 1 manata görə sözü çəp gəlir. Mən bu günləri sənin mənə 2000 manata yaxın borcun olduğu halda mən susuramsa, sən də kirmişdir. Başa düşdün? Məni də kiminəsə səhv salma. Yenə deyirəm, gözünü vurub, göyərtin qızla, nəyim o ekran kaydı kamera çəkdin qızlarla məni səhv salma günün. Başa düşdün? Sən çox axmaq adamsan. Onlarla belə danışmaq lazımdır ki, bəlkə ağıllanansız.